İzləyən bütün tamaşaçılarımızı ürəkdən təbrik edirik. Əziz bayramlar münasibətilə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə, yeni təqvim ili münasibətilə hər kəsi, bizi izləyən bütün tamaşaçılarımızı ürəkdən təbrik edirik. Hər kəsə səadət, can sağlığı, ruzi və bərəkət arzulayırıq. Deyirəm, bizə nə gözəl məqam qismət olub ki, efir vasitəsilə, ictimai vasitəsilə, Sabahın Xeyir Azərbaycan verilişi vasitəsilə xalqımızı təbrik edə bilirik. Ürəkdən təbrik edirəm bütün xalqımızı yeni il münasibəti ilə, Həmrəylik günümüz münasibəti ilə hamıya uğurlar, hamıya bir olmağı, xoşbəxt olmağı arzu edirəm. Yeni ildə bol-bol uğurlar arzu edirəm. Arzu edirəm ki, səhərləriniz həmişə nurla, huzurla, sevgi ilə, sevinclə açılsın. Bayramınız, Həmrəylik günümüz çox mübarək olsun. Bütün tamaşaçıları təbrik edirəm, dünya Azərbaycanlılarını təbrik edirəm. Bu yeni at ili gəlir. Odur ki, at da işi sevən bir belə deyim, heyvandır və işini sevsinlər, peşələrini sevsinlər. Nə ilə məşğul olurlarsa sevgi ilə olsun və ən xırda anlardan belə həzz alsınlar. Təbrik edirəm, bayramımız mübarək olsun. Sabahın Xeyir Azərbaycan proqramından bütün xalqımızın yeni ilini və dünya Azərbaycanlılarının Həmrəylik günü ürəkdən təbrik edirəm. Hər birinizə xoşbəxtçilik, hər bir evə ruzi, bərəkət, gözəl günlər arzu edirəm.